Hicabın zahiri fəlsəfəsi budur ki, yad baxışlardan özünü qoruyasan. Mən çox dərin mövzuya toxunuram. Çox dərindir bu mövzu. Amma eyni zamanda çalışacağam aşkar eləyim mövzunu. Hicabı Allah qadınlara vacib buyurub, zahiri izahı budur ki, naməhrəm baxışlardan özlərini qorusunlar. Amma irfani yöndən qadına hicabın vacib buyurulması nədir? Qadın bütün vücudu ilə, ruhu ilə və ictimai işi ilə cəmiyyətdən gizli qalmalıdır. Qadın hər baxımdan gizlidir. Təkcə bədənini örtmür. Hicab o gizliliyin zahiri ifadəsidir, rəmzi ifadəsidir. Dinimiz qadınları gizli rol ifa eləməyə dəvət eləyir. Və bu elə bir neymətdir ki, qadınlara verilib. Kişilərin çoxu bu neymətdən məhrumdur. Gizli qalmaq böyük neymətdir. Övliyalar özünü öldürüblər ki, tanınmasınlar. Hamısı istəyiblər gizli qalsınlar. Hamı dua eləyib böyük adamlar ki, cəmiyyətin islahında rolun böyük olsun. İmam Zamanın zuhuruna zəmin yaradanlardan olum, amma heç kəs məni tanımasın. Bundan zövq alıblar. Dünyapərəst özünü öldürür ki, tanınsın, məşhur olsun, desinlər filan kəsdir bu. Amma övliyalar belə deyil. İstəyiblər ki, cəmaat içində gizli qalsınlar, heç kəs onları tanımasın. Qərib olmaq istəyiblər, məşhurluqdan qaçıblar. Hörmətdən, şöhrətdən qaçıblar. Onlar var indi də cəmaat içində, biz tanımırıq. Elə adamlardır ki, bax, böyük bir iş görürlər, gizlindədirlər. Heç kəs onların ayağına durmur, heç onları saymırlar. Elə adamlar var. Bunların qiyamətdə xüsusi məqamı var. Kim dünyada gizli qaldı, şan şöhrət sahibi olmadı, ixlasla gizlin Allahın dininə, haqqa, həqiqətə, millətinə, xalqına atsan qazanmadan xidmət göstərdisə, onun fəziləti o birilərdən çoxdur. Üzdə olanlardan çoxdur. Hörmət görənlərdən çoxdur. Cəmaat, ata-anaların hamısı arzulayır ki, övladı məşhur olsun, tanınmış adam olsun. Ata-analar belə istəyir. Amma elə valideyn varmı ki, desin, kaş oğlumu, övladımı heç kim tanımasın. İmam Zaman tanısın. Zamanənin sahibi dəyərləndirsin. Mirzə Şirazi mərcə-i təqliddir. Mirzə Şirazi özdə ictimai mövqeyi möhkəm olan, nüfuzu güclü olan mərcə-i təqlid olub. Həmin o tütünün haram olması fətvasını verən mərcə-i təqliddir. Şahların ona xüsusi sayğısı olub. Onun sözü söz imiş. Belə bir məqamı var idi. Bir qoca kişi gəlib, uzaq kənddən gəlib Mirzə Şirazi ilə görüşməyə. Yanında da şahın nümayəndəsidir Mirzə Şirazinin. Şahın nümayəndəsi gəlib, bu kişiyə deyirlər ki, bəs şahın nümayəndəsi yanındadır, gözdə də hələ vaxtı olmaz. Deyir, bir dənə mənim adımı deyin filan kəs gəlib. Deyir, elə ki, deyirlər ona, şahın nümayəndəsinə deyir ki, bağışla mən tələsirəm, işim var, mühüm görüşüm var. Onu tez yola salır, gedir qapıya bunu qarşılayır, üz gözündən öpür, əlindən tutur, gətirir, otuzdurur yanında. Danışa-danışa, hey deyir, sənə fəda olum, sənə qurban olum, canım sənə qurban olsun. O boyda mərcəyi təqlid. Bu ürək istəyən qədər oturur, onu təzdən yola salır, gedir ayaqqabısını cütdəyir, yola salır, soruşurlar, bu qoca kişi kimdir? Kənd libasında, kənd görkəmində, heç kəs bunu tanımır, sən kimdir bu? Deyir, bu mənlə bir yerdə oxuyurduq biz. Bunun elmi də, təqvası da məndən üstün idi. Bu məndən üstün adam idi. Bu qalıb oxusaydı, mərcə-i təqlid olması qəti idi. Məni vurub keçmişdi bu insan. Amma bir gün getdi bir əyalətə, gördü ki, cəmaat yolunu azıb orada, dindən uzaqdır. Dedi ki, yaxşı olar, mən təhsilimi burada yarımçıq qoyum, gedim, orada kənddə cəmaatı hidayət edeyim. Getdi, oldu bir kəndin axundu mollası. Amma o əhalinin hamısını deyir, Əhl-i-Beyt yoluna dəvət elədi. Bunu deyəndən sonra deyir ki, razıyam, bütün ömrümü verim. Bütün ömrümü verim. Bu kişinin o kənddə bir gecə yatmasının savabını dəyişim ondan. Mərcə təqlidliyimi, müştəhidliyimin hamısını verim. Niyə görə? Çünki rolu gizlidir. Gizli rol ifa eləyir. Yəni, gizli bu mənada yox, məxfi. Yəni, cəmaat tanımır onun dəyərini bilmir. Qədrini bilmir.
Biz çalışırıq, hamı bizim qədrimizi bilsin. Böyüklər deyir, kaş qədrim bilinməsin. Qədrim Allah yanında bilinsin. Bu fəzilətdir. Kişilər özünü öldürür, Allah qadına havayı verib bu rolu. Zəhmətsiz, əziyyətsiz verib. Bir Arifə dedilər ki, çox gülmürsən cəmaatın üzünə. Biraz elə bil ki, biraz quru davranırsan cəmaatla. Dedi, bilirsiniz, niyə mən nəfsimdən arxain deyiləm? Qorxuram ki, bu nəfs mənə deyər ki, gül cəmaatın üzünə ki, tərəfdarın çoxalsın, məşhurlaşasan. O qədər elə adam tanıyıram, yalandan gülür hamının üzünə. Bazar açıb, din bazarı, adam toplayır başına. Cəmaat da deyir, bu nə yaxşı əxlaqlı adamdır. Biri var, yox, doğrudan da güləsən cəmaata, mehriban olasan, cəmaatı Allaha bağlayasan, Peyğəmbər kimi. Bir var, öz başı adam yığasan. Arif insanlar, övliyalar məşhurluqdan qaçıb gizli qalmağa üstünlük veriblər. Onlar dua eləyiblər ki, kaş mən tanınmayayım, öləndə də 4-5 nəfər gəlsin, məni bastırsın, heç bilməsinlər mən kiməm. İmam Zaman zuhur eləyəndə desin ki, mən qeybdə olanda bir mənim zuhurumu yaxınlaşdıran kim idi, filan kəs, heç kəs də tanımasın bu kimdir. Bu çox böyük fəzilətli insan üçün. Qadına Allah bunu verib. Hicabın da irfani təfsiri budur. Qadının fəziləti budur ki, heç kim bilmir qadın bəşər tarixində hansı rolu ifa edir. Heç kəs qadının rolundan baş aça bilmir. Xanım Zəhra belə bir adamdır ki, 12 imamın hamısı ona borcludur. Amma heç kim bilmir ki, bəşəriyyətin islahı üçün Həzrət Zəhranın rolu nədən ibarətdir.